Salam, hər bir kəsi salamlayıram. Bugün sizlərlə bir yerdə biologiya dil birinci hissədə mamırlar şöbəsinin gəldiyi yerdə işləyək. Sfagnomun gövdəsinin aşağı hissəsi, biz bilirik ki, sfagnom gövdəsi hər 2-3 cm böyür, eyni şəkildə də tədricən məhv olur. Ona görə cavabı B bəndi. İkinci sual. Yaşıl quş mamırında ziqot harada əmələ gəlir? Biz bilirik ki, maylanma dişi bitkinin üzərində getdiyinə görə ziqot dayanacaq dişi bitkinin üzərində. Üçüncü sual. Mamırlarda fotosintezi həyata keçən orqanoiddir. Orqanoid xloroplastdır. C bəndidir. 4-dən yaşıl quş mamırının xlorofili olan yerüstü hissəsi, yəni zoğlar deyək ki, erkək və dişi mamırın zoğlarıdır. 5-ci sual. Yaşıl quş mamırının xlorofili olmayan yerüstü hissəsi. Xlorofili olmayan yerüstü hissə bizə qutucuğu nəzərdə tutur. Ona görə cavab olur A bəndi. 6. Mamırlarda tallum nədir? Proteinema, yəni yosuna bənzər yaşıl sapdır. B bəndi oldu. 7. Mamırlarda tallum. Mamırlarda tallum proteinemadır. Cavab olur A bəndi. 8. Mamırlara aid olmayan ötürücü və örtük toxumaları bəli var. Xlorofili xloroplastda yerləşir. Bəli, bu da doğrudur. C-yə baxaq. Sporlar nazik yaşıl sapın üzərində əmələ gəlir. Xeyr, qutucuqda əmələ gəlir. Cavab olur C bəndi. Kökü olmur deyil, düzdür. E variantına da baxaq. Yetkin forması nazik yaşıl sapdan başlanğıc alır. Bəli. 9. Yaşıl quş mamırının inkişafının düzgün ardıcılığı hansı sırada göstərilmişdir? Deməli, dişi bitkin üzərində maylanma gedir, gametlər birləşir, maylanma gedir, gametlərdən. Maylanma hissəsində ziqot yaranır, ziqotdan qutucuq inkişaf edir, qutucuğun içərisində sporlar, spor ətrafa səpələnir, düzəlir, proteinema, ondan yeni bir quş mamırı yaranır. Cavab olur B bəndi. 10-cu sual. Quş mamırında sporun yayılması və maylanma prosesi hansı abiotik amillərdən, yəni hansı amillərdən asılıdır? Sporların yayılması külək vasitəsiyləndir, maylanma suyun vasitəsilə. Sfagnom mamırında eyni şəkildə 11-ci sualda maylanması, sporun yayılması küləklə. 12-ci sual. İnkişafın heç bir mərhələsində diploid hüceyrələri olmur. Gəlin baxaq. Yaşıl quş mamırının erkək bədənində bəli, hamısı olur haploiddir, proteinemadan yaranırdı. Ardıcıda diploid var. C-yə baxaq. Yaşıl quş mamırının dişi fərdində bəli, qutucuq diploid idi, ziqot var idi üzərində. Sfagnomda da eyni şəkildə qutucuq var idi, diploiddir. Erkək qızda diploiddir. Məsələn, gövdəsi də yarpaqdır. Ona görə cavab olur A bəndi. 13. Yaşıl quş mamırının yaşıl olmayan yerüstü hissəsi üçün hansı ifadə doğrudur? Yəni, burada söhbət ayaqcığı olan qutucuqdan gedir. Allergen cürtünə malikdir, bəli. Qutucuq çeyin olduğuna görə bu ifadə doğrudur. Spor əmələ gətirir, bəli. Qeyri-cinsi nəsildir, ziqotdan yaranır, doğrudur. Haploid xromosomdasına xeyr, çeyin, yəni diploid olur. 14-cü sual. Sfagnomun 5 yarpaq, 5 gövdə, 5 qutucuq divarı və 5 spor hüceyrəsinin xromosom yığınlarının cəmi. Sfagnom yarpaq N-dir, 5-in, gövdəsi haploiddir, N, 5-in, spor da N-dir, 5-in, 15-in, qutucuq da 2-in idi. Buranda 10, cəmi 25N. Cavab olur C bəndi. 5-in, üzərinə gəl 5-in, üzərinə gəl 10N, üzərinə gəl 5-in. Cavab 25N. 15. Şəkildə əlverişli şəraitdə inkişaf edən eyni yaşlı ali sporlu bitkilər göstərilmişdir. Bu bitkilərin içərisində somatik hüceyrələrin əmələ gəlməsində həm spor, həm ziqot inkişaf etmişdir. Burada həm spor, həm ziqot deyilsə, dişi bitki nəzərdə tutur. Dişi bitkidə üzərində qutucuğu olan bitkilərdir. 1, 2 və 3. Üçündə. E bəndi. 16-cı sualla davam edən şəkilə görə hansında allergenlər cüt ola bilər? Allergenlər cütü diploid olan, yəni qutucuğu nəzərdə saxlayır. Qutucuq da 2 ilə göstəriləndir. Ona görə cavab olur B bəndi. 17. Yaşıl quş mamırının hansı strukturları plavisiz ziqotdan inkişaf edir?
Ziqotdan inkişaf edir. Əgər deyilsə bir ayaqcığı, 4, bir də qutucuğu. 4-dən 5. 18. Yaşıl quş mamının proteinemasının bir hüceyrəsindəki xromosomların sayı bərabərdir. Proteinema endir. Biz yəni haploid xromosom dəstinə malik olanları tapacağıq. Bir də nədir? Yetkin bitkin bir yarpaq hüceyrəsində xromosom sayı bəli, yarpağı haploiddir, bir doğrudur. Ziqotun xromosom, ziqot diploiddir, yanlışdır. Qutucuğun divarın bir hüceyrəsindəki xromosom sayına xeyr, diploiddir. Yumurta hüceyrənin xromosom sayına bəli, haploiddir. 19. Yaşıl quş mamırının müxtəlif inkişaf mərhələlərində haploid xromosom dəstinə malik olan strukturları seçin. Yetkin bitki bəli, haploid, ziqot diploiddir. Qutucuğun divarı diploiddir. Antreydə haploiddir, spor haploiddir, proteinema haploiddir, qutucuğun ayaqcığı diploiddir, ziqotdan inkişaf edir, arxoploni bəli, haploiddir. 20. Yaşıl quş mamının müxtəlif inkişaf mərhələlərində diploid xromosom dəstinə malik olan strukturları seçin. Diploid olur ziqot, qutucuğun divarı və qutucuğun ayaqcığı. Yerdə qalanlar olur haploid. 21. Mamırlarda haploiddir. Haploiddir, ziqot diploiddir, gövdə haploiddir, proteinema haploiddir, qutucuğun sapları diploiddir, protal mamırlarda olmur, spor haploiddir. 22. Yaşıl deyirəm. Yetkin sfagmon bitkisinin uzunluğu 25 cm-dir. Onun illik boy artımı 3 cm olarsa 5 ildən sonra bu sfagmon uzunluğu 2 cm olur. Çürümə gedir. Yəni hər il nə dərəcədə məhv olsa, böyüyürsə o qədər də məhv olur. 25 elə cavab olur 25. Nə qədər böyüyürsə o qədər də məhv olur. Çürümə gedir. 23-cü sualda da eyni şəkildə yetkin sfagmon bitkisinin uzunluğu 35 cm-dir. Onun illik boy artımı 3 cm olarsa 5 ildən sonra bu sfagmon uzunluğu 3 cm olar. Çürümə gedir. Yəni hər il nə qədər böyüyürsə o qədər də məhv olur. 35. 24. Ziqotun yaranmasından başlayaraq quş mamının inkişaf mərhələlərinin ardıcılını müəyyən edin. Ziqot yaranması. Ziqot yarandıqdan sonra ayaqcıq üzərində olan qutucuq, yəni sporofit nəsil inkişaf edir. Sporofit nəsildə, yəni qutucuqda sporların əmələ gəlməsidir. Sporlar küləklə ətrafa yayılır. Yeni cüzərti proteinemanı əmələ gətirir. Proteinema əmələ gəldikdən sonra yeni bir bitki, yenə dişi və erkək bitkinin inkişafı gedir. Ən sonunda da nə yaranır? Bunlar da qametlərin inkişafı 5, 2, 3, 1 və 4.